Naxçıvan Dövlət Universiteti İqtisadiyyat və İdarəetmə Fakültəsində tədrisi ingilis dilində olan iqtisadiyyat ixtisasının tələbələri üçün dəyirmi masa təşkil olunub. Universitetin rektoru Elbrus İsayev növbəti ixtisasların da tədrisinin ingilis dilində olmasına zəmin yaradan bu ixtisasın açılmasını ali təhsil ocağında uğurlu bir başlanğıc hesab edib. Qeyd edilib ki, bu cür ixtisasların açılması ilə universitet məzunlarının karyera imkanları daha da genişlənəcək və xarici tələbələrin universitetdə təhsil almaq imkanları daha da artacaq. Bildirilib ki, fakültənin nəzdində yaradılmış müstəqil iqtisadi kitabxana fonduna ingilis dilli ixtisas ədəbiyyatları daxil edilib və ixtisaslar zəruri ədəbiyyatlarla təmin olunub. Gələcəkdə kitabxananın zənginləşdirilməsi də əsas hədəflərdəndir, deyən rektor, mütəxəssislər tərəfindən bu ixtisasa uyğun ingilis dili ədəbiyyatlarının yazılması ilə yanaşı tərcümə olunmasını da məqsədə uyğun hesab edir. Sonra ingilis dilinə tərcümə edilmiş sənayeləşmiş Naxçıvan filmi izlənilib. Fakültənin müəllimi Elşən Nəsirov Muxtar Respublika iqtisadiyyatının çoxşaxəli inkişafı barədə tələbələrə məlumat verib. Dəyirmi masada tələbələrlə mənim iqtisadi düşüncələri mövzusunda fikir mübadiləsi aparılıb. Müzakirə iştirakçıları əsasən iqtisadiyyat ixtisası üzrə ingilis dilində təhsil alan birinci kurs tələbələri olublar. Tələbələr iqtisadiyyata dair düşüncələrini maraqlı, əhatəli, aydın şəkildə və ingilis dili bacarıqlarından məharətlə faydalanaraq təqdim ediblər. Qeyd edək ki, dəyirmi masada əcnəbi tələbələr də fəallıq göstəriblər. Xarici tələbələr öz ölkələri ilə Muxtar Respublika iqtisadiyyatının fərqli cəhətlərinə toxunublar. Səadət Əliyeva, Ramil Rinatqızı, xəbərlər. Thank you.